Hər vaxtınız xeyir, əziz izləyicilərim. Bu video seriyamızda numeroloji olaraq rəqəmlərin anlamları və bu rəqəmi daşıyan insanların mənfi və müsbət tərəflərini açıqlayacağam. Öncədən bildirim ki, eyni doğum tarixinə və ya eyni ada sahib olan insanlar bir-birlərindən tam olaraq fərqlənə bilərlər. Çünki medalın iki üzü olduğu kimi rəqəm və hərflərin də iki üzü vardır. Ən əsası isə mənfi xasiyyətlərimizi görüb onları şəfalandırmaqdır. İlk videomuzda bir rəqəminin enerjisini daşıyan insanlardan danışacağam. Yəni, ayın 1-i, 10-u, 19-u və 28-i anadan olanlar bu videonu izləyə bilərlər. Bir enerjisi liderlik, möcüzə yaradan bir enerjidir. Müsbət tərəfləri nələrdir? Bu insanlar liderlər, qabaqcıllar, macəraçıdırlar. Diqqət mərkəzində olmağı sevirlər. Yeni bir şey sınamaqdan qorxmurlar. Şəxsi olaraq özlərinin təsdiqi üçün bu həyatlarında diqqət mərkəzində ola biləcəkləri, özlərinə məxsus bir şey yarada biləcəkləri bir iş tapmaqdır və bu onlar üçün çox vacibdir. Ətraflarında həyat həmişə qaynayır. 18 yaşlı yeniyetmələr kimi yaşlarından asılı olmayaraq çox aktiv, şən, nadincdirlər. Azadlıq onların həyatının əsas komponentidir. Əgər onlar hər hansısa bir işə qapılırlarsa, özlərini tamamilə ona verirlər. Başqalarının təzyiqinə dözmürlər. Sosial dairələrdə çox seçicidirlər. Ətraflarında güclü, maraqlı şəxsiyyətlərin olması çox vacibdir. Başqalarının razılığını tələb etmirlər, özlərinə arxayındırlar. Liderlik enerjisi olmasına baxmayaraq, birlər üçün menecer rolunu yerinə yetirmək, məsələn, bir şirkətdə yüksək vəzifələr tutmaq çox vaxt daha asandır. Lakin çox vaxt bütün məsuliyyəti öz üzərlərinə götürməkdən qaçarlar. Daha çox kiminsə işini götürmək, o işləri yürütmək onlara daha asan gələr. Bu cür insanlar enerjilərə, mənəvi dünyaya çox həssasdırlar. Buna görə də ruhən inkişaf etmək və həyatın bu tərəfini pompalamaq çox vacibdir. Onlar insanları ətraflarından düzgün istiqamətə yönəldə bilərlər. Meditasiyalar, ruhani və enerjisi yüksək olan yerlərə səfərlər təşkil etmək, mükəmməl yerinə yetirə bilərlər. Çünki onlar üçün istənilən ölçüdə insanlarla əlaqə saxlamaq çətin olmayacaq. İri miqyaslı insanlardırlar. Həyatlarında dəbdəbəli hər şeyi seçirlər. Səyahət varsa ən yaxşısı, bir evi varsa ən böyüyü, ən hündürü, ən gözəli onların olmalıdır. Onlar üçün hər şeydə dəbdəbə vacibdir. Hətta onun son pulu olsa da. Bir rəqəmini daşıyan insanların mənfi təzahürlərinə baxaq. Onun bir tacı var və özlərini başqalarından üstün tutur. Digər insanların uğurlarını və ləyaqətlərini dəyərsizləşdirirlər. Onlar dünyanın ən yaxşısı olduqlarını düşünürlər. Bu hal onları hər zaman tənhalığa aparır. Həmçinin egoizm, aqressivlik və başqalarının səhvlərini bağışlaya bilməmək də bura daxildir. Dominant olurlar, başqalarını sıxışdırırlar. Tənqidə və başqa fikirlərə dözmürlər. Sadəcə olaraq kimsə onlarla razılaşmadığı üçün komandanı məhv etməyə belə hazırdırlar. Belə bir mövqeyə gəlirlər ki, ya mən dediyim olacaq, ya da heç bir şey olmayacaq. Hər zaman öz şərtlərini diktə etmək istəyərlər. Özlərinə güvənmədikləri, başqalarının razılığını istədikləri, bir çox kompleksləri və qorxuları olduğu başqa bir vəziyyət ola bilər. İstənilən tənqid və ya rədd cavabı onların tarazlığını poza bilər. Həmçinin mənfi təzahürlərdən biri də ruhən inkişaf etməməsi, yəni ancaq maddi dünya üzərində sabitləşməsidir. Əgər siz və yaxınlarınız 1, 10, 19, 28 tarixlərində anadan olubsa, şərhə bildirin görək hansı xasiyyətlərini müşahidə etmisiniz. Abunə olub, bəyənib paylaşmağı və dəstək olmağı unutmayın. Hələlik!